Bu videomda sizə Riyaziyyat 5-ci sinif 2-ci hissə kitabından bərabərsizliklər mövzusunda səhifə 23-dəyə tapşırıqların həllini izah edəcəyim. İndi isə birinci araşdırma və müzakirəyə baxaq. Deyən, Anar 5 yaşı olan qardaşının ad gününə oyuncaq aldı. Oyuncaq qutusunun üzərində 3 yaş, yəni 3 üzəri yazısı onun hansı yaşda uşaqlar üçün tövsiyə edildiyini göstərir. Bu 3 yaşdan yuxarı uşaqlar üçündür bu oyuncaq. Onu göstərir. Və Anarın qardaşının da 5 yaşı var. Uşağın yaşı en ilə işarə edilərsə, oyuncağın hansı yaşda uşaqlar üçün nəzərdə tutulduğunun müqayisə işarəsi ilə, müqayisə işarə yəni en 3 yaşdan yuxarı uşaqlar üçündür. Həmin oyuncaq Anarın qardaşının yaşına uyğundur. Bəli, Anarın qardaşının yaşı 5 yaşı var. Bu oyuncaq onun qardaşına uyğundur. İndi isə öyrənməyə görək nə deyir burada. Ədədi bərabərsizlikdən danışır. Bərabərsizlik iki riyazi ifadə arasındakı münasibətin. Böyük, kiçik, kiçikdir, böyükdür. Sonra böyük bərabər, kiçik bərabər simvolları ilə yazılışıdır. Bərabərsizliyin hər iki tərəfində ədədi ifadə olarsa, belə bərabərsizlik ədədi bərabərsizliyi adlanır. Yazılışında müqayisə işarəsi sağ və sol tərəfdəki ifadə arasında münasibəti doğru əks etdirirsə, belə bərabərsizlik doğru bərabərsizlikdir. Əks halda doğru olmayan bərabərsizlik. Gəlin baxaq. Doğru bərabərsizlik. 5,6 bəli böyükdür 5,56-dan deyər. Niyə uşaqlar? Çünki bax buradan vergüldən sonra 2 ədəd gəlsə, bu 6-nın yanına 0 atsaq biz, bu 60-dır. Bu da 5,56-dır. Həqiqətən də bu böyükdür. Burada bunları toplayıb hesablayıb baxarsınız. 2,7 ilə 1,41 toplananda 4,11 alınmalıdır. Və burada isə çıxılanda 4,26-dan 0,99 7 2 4-dən də 1 götürmüşük 3. Həqiqətən də böyükdür. 5,2 deyir kiçik, yəni 5,2 0,4-dür. Sonuna 0 atsaq 0,40 kimi oxuya bilərik. Bəli, həqiqətən də %41 böyükdür. Sonra doğru olmayanları göstərir. 6 əlbəttə 9-dan böyük olmaz. Doğru deyil. 5,8-dən 1,2 çıxanda 3,6 alınır. O da 4,6 alınır. 4,6 alınır. O da 4,5-dən kiçik deyil. Bu da 4'də 2'dir. Bunlar arasında bərabərlik işarəsi olmalıydı. 3 burada kiçikdir 3 tam 4'də 1-dən. Bəli, belə. İndi isə keçirik tapşırıqların həllinə baxmağa. Deyir, bərabər və ya bərabər deyil. Böyük kiçik işarəsi istəmir. Ya bərabər işarəsi qoyun, ya bərabər deyil. Gəlin baxaq. %67 0,67 kimi yazılır. Bunların arasında olmalıdır. Bərabər deyil. Sonra bəlkə yaxınlaşdıraq ifadələrimizə baxaq. Sonra baxaq. 2,1-dən 4,3. 4'də 2-dir 2,1. Onun üzərinə 4'də 3 gələndə 4'də 5 eləyir. Əlbəttə bu da 1-ə bərabər deyil. Bunun hesablanmasına baxaq. Burada 3'dən 0,7 çıxanda eləyir 2,3. Onu da 2'yə vuranda 4,6. 4,6-nı 20'yə böləndə 46 bölünsün 200 deməkdir. 0,0'da belə deyək də 23 alınır. Əslində burada daha asan üsulu var. Baxın. Bu 2 ilə 20'ni burada ixtisar apara bilərik də. 10. Deməli aldığımız 2,3'ü 3'dən 0,7 çıxanda 2,3'ü 10'a bölsək 0,23. Əlbəttə bu da bərabər deyil. İndi bura baxırıq. 5'in kvadratı nədir? 25. 25'i 5'ə vuranda 25'dir bu. Bu da 5'dən ixtisar gedir. 5 qalır. Burada isə 35 ilə 7 ixtisar gedir. Yəni 5'ə bölünür. Bu da 5 qalır. Bu bərabərdir. 4'ün kvadratı nədir? 16. 16'dan
7 çıxanda 9. Bu da 2 üstü 3. 8'dir üstünə 1 gələndə 9 bərabərdir. İndi burada nə deyir? 6-dan kiçik natural ədədlər. Uyğun olanları tapın. Bunların içində 6-dan kiçik natural ədədləri A-da. A-da 6-dan kiçik 5,5-dir. 6-dan kiçikdir. 5'in özüdür 6'dan kiçikdir. 4'dür 6'dan kiçikdir. Və 2'dir 6'dan kiçikdir. Belə də yaza bilərsiniz. İstəsəniz yan-yana da yazı formasını göstərim sizə. İstəsəniz qarşı-qarşıya da yaza bilərsiniz. Kiçik, 4 kiçik və 2 kiçik. Davam edirik. B-də. B-də 7'ye bərabər olan natural ədədlər. 7'ye bərabər olmayan. Mən də olanı oxuyuram. 7'ye bərabər olmayan. Bir fərqlidir 7. 2,2 fərqlidir 7. 7'dən başqa orada 7 var. Hamısı 7'ye bərabər deyil. Fərqlidir 7. Yazı formasını yəqin ki bizdən istəyir. Belə yazarıq. Fərqlidir 7 və 9 fərqlidir 7. C-də 5'dən böyük və ya 5'ə bərabər olan natural ədədlər. Belə deyək də, hər hansı bir x ədədi, yəni bu sırada 5'dən böyük və ya 5'ə bərabər. 5'dən böyük və ya 5'ə bərabər. Belə yazılmalı. İndi axtaraq. 5'dən böyük. 5'in özü bərabərdir. 6'nın özü. 6,5. Sonra 7 özü. Yəni 4'dən başqa bir sözlə hamısı buna aiddir. 8 özü. 8 özü də 5'dən böyükdür. Sonra deməli bu fikirlərə uyğun bərabərsizliklər yazın. N ədədi 7'də 5'dən böyükdür. N böyükdür 7'də 5. B-də C ədədi 3'dən fərqlidir. C fərqlidir 3. M ədədi 8'dən kiçikdir. M kiçikdir 8. D-də X və Y-ın cəmi 8'də 4'dən kiçik deyil. X və 3'ün cəmi 8'də 4'dən kiçik deyil. Yəni böyük bərabərdir. Kiçik deyil. Sonra E-də 12 ədədi C-nin 2 mislindən böyük deyil. 12 C-nin 2 mislindən böyük deyil. Kiçikdir. M-in 2 misli 9'dan böyük bərabərdir. Sonra fikirlərə uyğun olaraq cəmiyyətlərin qiymətini hərflər işarə etməklə dəyişən olan bərabərsizlik şəklində yazın. Səbinənin yaşı 12'dən çoxdur. Səbinənin yaşı 12'dən çoxdur. 12'dən böyükdür, yəni Səbinə. Sonra yeşiyin kütləsi 9 kiloqramdan azdır. 9'dan azdır. Samirin kitablarının sayı 8'dən az deyil. Samirin kitabları sayı olsun ha. 8'dən az deyil. Az deyilsə deməli 8'dən çox və ya 8'ə bərabər ola bilər. Anarın pulu 15 manatdan azdır. Anarın pulu olsun A hərfinə məsələn 15 manatdan azdır. 15'dən azdır. Lentin uzunluğu L olsun, lentin uzunluğu 3 metrdən çoxdur. 3'dən çoxdur. İmtahan balı X-dan olsun məsələn 100'dən çox deyil. 100'dən çox deyil. Yəni 100'dən kiçik bərabər. Sonra Gülsüm hər gün ən azı 4 kilometr piyada gəzdiyini söylədi. Yolun uzunluğu S ilə işarə edilərsə, bu fikri ifadə edən hansı yazılış doğru olar? Hansı yazılış doğru olar? Deməli 4 kilometr ən azı 4 kilometr gəzir. Ən azı, yəni 4 kilometrdən çox da gəzə bilər.
Yolun uzunluğu da burada S böyükdür, bərabərdir 4. Ya o da yazılış doğrudur.